Azərbaycan və Gürcüstan arasında, iki dövlət arasında rəsmi şəkildə əldə olunmuş bu razılaşmanı tamamilə gözdən saldı və Azərbaycan Dəmir Yollarının bu bərbad fəaliyyəti səbəbindən bugün ya qatara bilet tapılmır, tapılırsa çox baha qiymətə olur. Ucuz qiymətə tapılırsa geri dönüşə bilet ümumiyyətlə tapmaq mümkün deyil. Daxil ola bilərsiniz Azərbaycan Dəmir Yolları İdarəsinin rəsmi saytına və bilet almağa onlayn şəkildə cəhd edin. Baxın görəcəksiniz ki, siz ən azından gedişə bilet var, amma dönüşə bilet hansısa istənilən bir tarixə vurun, dönüşə bilet yoxdur. Və dönüşə bilet yoxdur, boş yer yoxdur deyə sizə bir cavab verilir. Necə yoxdur, niyə yoxdur anlaşılan deyil. Və siz Dəmir Yol İdarəsinin vağzala yaxınlaşırsınız, Dəmir Yol İdarəsinə. Orada da kassalarda sizə yarı rəsmi, yarı qeyri-rəsmi izah olunur ki, gedin Tiflisə, narahat olmayın, oradan bilet taparsınız. Və bununla da başınızın altına belə yaxşı bir yastıq qoyulur. Sizi əmin eləyib və arxayın eləyirlər ki, gedin Gürcüstana, narahat olmayın, siz bilet tapacaqsınız. Amma bu belə olmur və gedirsiniz, siz Gürcüstanda çox pis vəziyyətə düşürsünüz və təsəvvür edin, istər tək olun, istər ailə üzvlərinizlə, yaxınlarınızla gedin və siz Gürcüstanda, Tiflisdə, Dəmir Yol Vağzalında bir aciz vəziyyətlə üzləşə bilərsiniz. Çünki hesablamadığınız bir xərclə qarşılaşacaqsınız. Çünki orada da sizə oxşar cavab veriləcək. Bakıya dönüşə bilet yoxdur, satılıb və s. Necə satılıb? Hardadır bu biletlər? Niyə öncədən gediş və dönüş biletlərini almaq mümkün deyil? Necə olur ki, məsələn, təyyarəyə almaq mümkündür? Necə olur ki, bu dünyanın hər yerində mümkündür? Bugün Avropa ölkələrində sürət qatarları var. Avropa ölkələrində gediş, dönüş biletləri almaq ən adi. Yəni, ibtidai icma quruluşudur sanki sən dönüşə bilet ala bilmirsənsə. Və dünyanın istənilən ölkəsində, hətta qonşu ölkələrdə də bu problem yəni çox arxaik bir problemdir. Çox feodal bir problemdir. Yaddan çıxmış ki, necə yəni dönüşə bilet olmaya bilər. Bu baxımdan gedirsiniz Tiflisə və Azərbaycan Dəmir Yolları sizi qoyur çarəsiz vəziyyətdə. Dönüşə bilet ala bilmirsiniz və məcbur qalırsınız siz Bakıya təyyarə ilə qaydasınız. Bakıya isə təyyarə ilə qayıtmağın qiyməti olduqca bahadır, fərqlidir və niyə siz 1 saatlıq uçuş üçün və yaxud 600 kilometrdən bir qədər çox məsafədə yerləşən Tiflisdən Bakıya qayıtmaq üçün bu qədər məsrəf xərcləyəsiniz. Və təsəvvür edin ki, siz getdiniz və ailənin 3 və ya 4 üzvü var və onlar Bakıya qayıtmaq üçün 1000-1200 manat, nə bilim 1000 manat minimum dönüş üçün pul xərcləməlidirlər. Təyyarə ilə geri dönüş etməlidirlər. Bax, bu da Azərbaycan Dəmir Yolları İdarəsinin Azərbaycan vətəndaşlarını, sərnişinləri bu vəziyyətə qoymasının nəticəsidir. Və nəticə ondan ibarət ki, siz buradan bura Tiflisə bir bilet alırsınız. Əgər tapsanız da dönüşə bilet tapa bilmirsiniz və sizi bax, belə bir çətin situasiya. Bax, bu məsələlər araşdırılmalıdır. Niyə bax, uzun müddətdən sonra bu quru sərhədlərin qapalı vaxtında bir sərnişin təyyarəsi, sərnişin qatarı açıldı və o da belə bərbad bir xidmət, bərbad bir fəaliyyətlə və insanlar istədikləri zaman gediş, dönüş edə bilmirlər. Yay mövsümüdür və Tiflisə bilet almaq, Tiflisdə geri dönüşə bir bilet almaq bir fəlakətə, bir problemə çevrilib, bir əsəbə çevrilib, bir stresə çevrilib və insanlar bunu artıq elə bir özləri üçün çətinliyə çeviriblər ki, deyirlər ki, ümumiyyətlə almayaq. Elə Azərbaycan Dəmir Yollarının biletləri qalsın özlərinə. Yəni, bu dərəcədə bir aqressiv münasibət yaranır. Bu da idarəçilikdən gələn deməli problemlərdir, dəyərli tamaşaçılar. Digər bir məsələ Azərbaycanın cənub bölgəsinə sərnişin qatarının hələ də fəaliyyətinin bərpa edilməməsidir. Bugün deməli böyük kəsik Ağstafa istiqamətində bilirsiniz sərnişin qatarı fəaliyyət göstərir. Bugün eyni zamanda Balakən istiqamətində, yəni Qəbələ, Balakən bu istiqamətdə də deməli sərnişin qatarları fəaliyyətdədir. Yəni ölkə daxili yalnız cənub istiqamətinə hələ də sərnişin qatarlarının fəaliyyəti bərpa edilməyib. 2020-ci ilin səhv etmirəmsə mart ayında pandemiya yeni başlayan dövrdə ölkə daxili reyslərdə deməli fəaliyyət dayandırıldı və cənub istiqamətinə, yəni Bakı-Astara qatarı o da fəaliyyətini dayandırdı. Sonraki müddətdə baxın indi Balakən istiqamətinə, eyni zamanda deməli Qazax-Ağstafa istiqamətinə deməli fəaliyyəti bərpa edildi sərnişin qatarlarının, amma cənub istiqamətinə yoxdur. Yəni insanlar bu gün Lənkərana, Astaraya, bu bölgələrə qatarla getmək istəsələr yoxdur. Qatarlar işləmir və buna da Azərbaycan Dəmir Yolları heç bir izah vermir, heç bir aydınlıq gətirmir. Bunu da söyləməliyik.